İlk önce ben isterim ki bizim əməkdaşlarımız Qanun Yol Pedagogların rəhbəri Arif Süleymanlığına dəvət etmək istəyirəm. O da çox can atır ki, insanlar gəlsin. İnşallah yəqin ki, bir gün nail olacaq. Arzusuna istəyirəm. 6 gündən sonra nail olacaq. Mən də hər dəfə kimi şəhərlərimizi sağlayıram, qarşınıza baş əyirəm. Bəli, Elmar müəllimin sözünə qüvvət. Mən çalışıram ki, bura bu oturacaqları dolduraq, amma böyle baxıram ki, valla hər dəfə elə azalır. Əziz şəhid anaları, yəni buradaşlar demirəm, əziz şəhid bacıları, yəni bu tədbirlər sizdən ötürüdür. Elmar müəllim, yəni özü üçün bunu etmir. Biz çalışaq ki, burada əyləşək, o dəmdəstgahlı keçirirlər tədbirlər, hamı reklam üçün qaçırırlar. Amma belə yerlərdə olmaq lazımdır ki, biz şəhidlərimizi tanırıq. Valla biz Ülviyə xanımdan bir-iki rayonlar var da, gelirdik kəndlərdə inanırsınız, soruşurduq ki, şəhid var filan kəs, onun evi haradadır, kənd cəmaatını tanımırdı, sakinləri. Deyir, bilmirəm. Yəni, belə bir şəhidlərimizi biz tanımalıyıq, həqiqətən də. Şəhidlər bizlər üçün, vətən üçün, torpaq üçün, dövlət üçün, bayraq üçün canlarını qurban verirlər ki, biz də indi belə bir azad bir dövrdə yaşayır. Ona görə mən buradan üzümü tutub, bütün şəhid analarına səslənirəm. Gəlin belə bir tədbirlərdən uzaq olmayaq, belə bir tədbirlərdə iştirak edək və çalışaq ki, həmişə o şəhidlərimizi yaşadaq, tanınaq. Çox sağ olun, diqqətinizə görə Elmar müəllim, sizə də uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti dəfə bizim oturacaq